Salam, hörmətli abituriyentlər. Bu videoda mən sizlər üçün 2025-ci il Güvən Nəşriyyatı Biologiya test toplusunun ikinci hissəsindən Histologiya bölməsinin 12-ci sualının izahını vermək istəyirəm. Sualda deyilir ki, karbon qazından istifadə edən hüceyrə orqanoidi haqqında hansı mülahizə səhvdir? Bildiyimiz kimi, karbon qazından istifadə edilirsə, demək fotosintez prosesi gedir. Və fotosintez prosesini həyata keçirən orqanoid isə xloroplastlardır. Biz xloroplastla aid olmayan variantı seçməliyik, düzgün cavab olaraq. A variantında deyilir ki, ikiyə bölünmə yolu ilə çoxala bilər. Bəli, xloroplast iki membranlı quruluşa malikdir və DNT-yə sahibdir. Əgər DNT-yə sahib orqanoiddirsə, ikiyə bölünmə yolu ilə çoxala bilər. C variantına baxırıq. İki membranlı quruluşa malikdir. Doğrudan da iki membranlıdır. Xarici membranı hamar, daxili membranı isə qırışlıdır. D variantında fotosintez prosesini həyata keçirdir. Bəli, fotosintez prosesini həyata keçirdir. ATF sintez edə bilər. Bu da doğru cavabdır. Yəni, kloroplastlar həm fotosintez prosesini həyata keçirdir, glikoz əmələ gətirir, həm də ATF sintez edə bilər. Amma maddələrin hüceyrə daxilində daşınmasını təmin edə bilməz. Demək, B variantı xloroplast üçün yanlış variantdır və bizdən də yanlış fikri soruşur. Doğru cavabımız olur B variantı.